Deməli, uşaqlarda ağır məktəb çantaları onurğa və skelet sistemində hansı təsirləri göstərə bilir? Kifoz, skolyoz kimi xəstəliklər bu səbəbdən yaranırmı? Ümumiyyətlə, onurğa əyrilikləri, skolyoz və kifozlar keçid dövründə qızlarda 11, oğlanlarda 12 yaşdan keçid dövrü başladıqda bədən tarazlığı pozulur və bədən tarazlığının pozulması nəticəsində onurğa əyrilikləri yaranır. Statistik cəhətdən onurğa xəstəlikləri, şəkərli diabet və təzyiq, ürək xəstəliklərindən sonra, onkologiyadan sonra növbəti statistik göstərici onurğa xəstəliklərinə düşür. Onurğa xəstəliklərinin içərisində isə ən çox yayılanı bu hal-hazırki dövrdə həm keçid dövründə, həm orta yaşda, həm də axıl yaşda, yəni osteoporoz başladıqda belə onurğa əyilmələri çox sayda artıbdır. Gəlin baxaq, keçid yaşında niyə onurğada əyrilik yaranır? Deməli, birinci çantanı soruşdunuz, çanta çəkisini. Uşaqların çəkisinin 1/10 qədər olmalıdır. Çanta çəkisi. Uşağın çəkisi neçədirsə, çanta yükü 1/10 qədər olmalıdır. Valideynlər çantanın içərisinə qoyduqları necə yeməli bir sudumu, yeməli bir qidadımı, əlavə bir olan bir şeyləri o çantaya yerləşməli deyirlər. İkinci, çəkisinin 1/10 qədər olmalıdır dedim. Bu diqqətdə qalsın. İkinci isə çanta rüquzaq şəklində olmalıdır. Yəni hər iki çiyini arxaya apararaq aşağıda çanağın üzərində və onun içərisinə ilkin yaşlarda və yuxarı yaşlarda adətən 3 kiloya qədər qoymaq düzgün olardı. Amma yenə də nəzərdə qalsın ki, uşağın çəkisinin 1/10 qədər çanta yükü olmalıdır. Bundan sonra gəlir partada oturuş qaydası, yazı qaydası. Bunların hamısına riayət olunmalıdır ki, bədən tarazlığı pozulmasın. Bədən tarazlığı pozulduqda, yəni telefonla artıq dərəcədə istifadə etdikdə, kompüterlərin arxasında həddindən artıq dayandıqda, eyni zamanda əli bir tərəfə qoyub və yana yıxılaraq yazdıqda artıq bədən tarazlığı pozulur. Hər bir bədən tarazlığının pozulması skolyoz və kifoza meyillik yaradır. Ona görə də onsuz da bilirik ki, uşaqların hamısı həm telefonla məşğul olur, həm kompüterdə işləyirlər, həm də dediyim bir çox şeylərə riayət eləmirlər. Ona görə də keçid dövründə mümkün qədər uşaqlar artıq müalicə almalıdırlar ki, spinal asimetriya deyirik biz bu diaqnoza, yəni bədən tarazlığının pozulması. Nə deməkdir? Görüntüdə çiyində fərqin yaranması, yan büküşün dərinləşməsi, önə doğru əyildikdə qabırğa deformasiyası. Yalnız kürəyə baxmaq lazım deyil. Pasiyenti, yəni hər bir institutda oxuyan, iş adamı, orta məktəb tələbəsi, valideyn önə, arxada oturmalıdır, önə doğru əyilməlidir insan və qabırğa deformasiyasına baxmalıdır. Təsəvvür edin ki, uşaqlar 21-22 yaşına çatır, hələ onda anadan gəlmə qüsur olduğunu valideyn bilmir. Ümumiyyətlə, anadan gəlmə qüsurlu fəqərə olub-olmadığını elə 1 yaşında dəqiqləşdirmək lazımdır ki, o paza bənzər fəqərə, 2 qabırğanın olmaması, 2 qabırğanın bitişik olması, bunlar ağır fəsadlı onurğa əyriliyi yaratmasın. Sonra qızlar, bilirsiniz, qızlar ev işləri görmürlər. Bu qədər pasiyent müraciət edir, mən soruşuram, tədrisdən sonra hazırlıqlar və onlar saat 11-ə qədər demək olar ki, dərsin üstündə otururlar. Mən demirəm dərslərindən qalsınlar, sadəcə olaraq müalicə də vacibdir. Məsələn, klinika bizdə saat 8-9-dan axşam 8-ə kimi işləyir. Biz niyə 8-ə qədər bu iş saatımızı uzatmışıq? Çünki
həm ali təhsil ocaqlarında olanlar, həm orta məktəb uşaqları saat 5-də gəlib 2 saatın ərzində müalicələrini ala bilsinlər. İndi gəlirik orta yaş həddinə. Məsələn, orta yaş həddində adətən bir tərəfli işləyən insanlar, tutaq ki, diş həkimi, sonra skripka ifaçısı, sonra bərbər, bunların hamısı bir tərəfli işləyir. O sənət ki, bir tərəflidir, onlarda 21 yaşına qədər skalyoz yoxdursa, sənətlə əlaqədar, peşə ilə əlaqədar, dərzilərdə hətta belə peşə ilə əlaqədar əyriliklər yaranacaq. Tutaq ki, 40 yaşa qədər heç bir onurğa əyriliyi yoxdur. Heç bir onurğa əyriliyi yoxdur, amma 50 yaşdan başlayaraq çanaq bir tərəfə gedir, gevdə bir tərəfə onurğa əyriliyi yaranır. Deməli, bu onurğa əyriliyi, skalyoz və kifozlar bizi hər yaşda yaxalaya bilər və hər yaşda da biz deməli deyilik ki, 21 yaşda sümük bərkidir, daha onun müalicəsi yoxdur, bu söz yoxdur. Ona görə də həyatın hansı dövründə, istər ağlı yaşda, istər əmək qabiliyyətli orta yaşda, istər keçid yaşda, istər 1 yaşından sonra əgər onurğa əyriliyi, kifoz və skalyoz yaranıbsa, həmən vaxtı da müalicə almaq mütləqdir. Düzəlmir sözü yoxdur. Mən o sözü qəbul eləmirəm. Sadəcə olaraq müalicə götürmək lazımdır ki, düzlənmə olsun, getmə dayansın. Çox vaxt biz orta yaş hədlərində ağciyər ürək çatışmamazlığı yaranmasın deyə müalicəni başlayırıq. Amma nəticədə baxırıq ki, onurğa düzləndi. Təsəvvür edin ki, hal-hazırda klinikada 67 yaşda, 70 yaşda, 75 yaşda pasiyentlər var. Hansı ki, onurğa əyriliyi ilə götürmüşəm, kifozla götürmüşəm. Biz bilirik ki, axıl yaşda kifoza meyillənir hamı. Yəni, onurğa arxaya, qamət önə doğru əyilir və bu osteoporozun əlamətləridir. Osteopeniyanın əlamətləridir. Çünki 40 yaşdan sonra sümük sıxlığı azalır. Sümük sıxlığı azalanda birinci əlamət onurğanın arxaya, qamətin önə əyilməsidir.